gör fikir verir. Bu qotursudur. Qotursunun yanındaki bu ağac. Ha, bu ceviz ağacıdır deməli. Bu qotursuyun yanındaki bu qayadır. Bu qayadır. Gör bu daş necə olub ki, bura düşüb. Bu ceviz ağacı bu. Yəni bu ağac da yəqin nə qədər əziyyət çəkir. Böyle qucaqlayıb bu daşı sanki belə, amma yəqin ki, əziyyət çəkir bunun kökü. Böyük ceviz ağacıdır. Özdə cevizin vaxtı keçsə də, yəni sezon deyil də, indi qışdır. 2026-cı il deməli yanvar ayıdır. Amma cevizin o özünə məxsus bir iyisi var da, yodu iyisi verir bilməm nəsə, belə bir iyisi var. Görüyor bu indi bu ceviz ağacının nə qədər yaşı var bir Allah bilir. Yani bir dənə çıxın bura görüm. İçərisi də çürüyüb. Bu qotursudur. İndi onun üzümü biraz təmizlədim, amma təmizləsən olacaq göz yaşı kimi. Alıcağı sudur da bu. O tərəfdə də acıqıcı var bir də. Yəni orada biraz acıqıcı var. Əvvəllər burada acıqıcı çox olardı ümumiyyətlə. Və bir də ağcaqanad çox olardı. Elə ağcaqanad da var. Bu belə. Həmin o qaya, bu qaya həmişə adam yuxusuna da gələrdi. Bir də dedilər ki, bu qaya yoxdur. Ermənilər bunu nəysə eləyiblər. Qırıb aparıblar. Mən çox pis oldum, amma baxırsan ki, şükür yerindədir. İndi bu qotur suyun bu üzündəki bu mamırlardır da yəqin ki. Bunu təmizləsən, yəni görəcəksən ki, altından tərtəmiz göz yaşı kimi su çıxır. Bu qaya da həmin bu qayadır ki, elə həmin yerində dayanıb. Buranın özünə məxsus belə bir havası var. Əsas da mənə gəlir ki, buradakı bu hava ceviz ağacının havası ilə bağlıdır. Belə bir ətir gəlir. O ki, necə cevizi tam yetişməmiş ki, qabığını soyarsan, yod iyisi verər. Bu elə bir iyi gəlir. Sonradır ki, hər yerdə böyürtkanlıqdır. Əvvəllər bundan yuxarıda biraz, indi biləm hansı tərəfdəydi, tam yadımda deyil. Deyəsən o tərəfdə oralarda idi də deyəsən. Hardasa belə yuxarıda şey var idi. Orada da belə qotur suyundan çıxırdı orada da belə bulaq kimi. Qadınlar oraya gedirdi, amma kişilər burada otururdular. Sonra da burada stol zad qurub cəmaat oturub çörək yeyirdi. Qotur suyun suyu axır. Axır burayla belə gedir o tərəfə. Amma buralar təmizlənsə gələcəkdə inşallah yaxşı olar. Ağaçlara bax, Allah bilir, bunların neçə yüz il yaşır orada. Burada bu yarpaqların, nə bilim, bu mamırın zadın yığışmağının səbəbi odur ki, burada daşlar yığılıb suyun qabağına. Çünki bu açılsa su buradan sürətlə axıb gedəcək. Burada yəni belə su toplanmayacaq. Ona görə daşlarla qabağını kəsiblər belə qaya parçaları ilə. Ona görə də burada da bu yarpaqlar, nə bilim, suyun üzündə cürəbəcür mamırzad var. Amma bunu yaylıcada təmizləmək olar. İndi qışda da çətin, çünki bura heç gəlib gedən də yoxdur. Və bir də ki, yenə də onsuz da bu tökülür də yarpaq, ya nəysə bir şey. Su da o qayanın altından çıxır. Əvvəllər burada yuyunardıq. İşğaldan qabaq gələrdik, burada hamı gələrdi, kənd cəmaatı gəlirdi, nə bilim, kebabzad eləyirdi. Buranın yadındadır ki, suyun içində belə üçbucaq daşlar olurdu. Bir də gün adam ayağına batırdı. Elə indi də var daşlar. Balaca daşlar var burada. Görüm. Ya Allah. Bu belə. Çox müalicəvi sudur bu. Əsasən dəri xəstəliyinə deyilənə görə xeyri var. O vaxtı bu 93-cü il, 91-də, 92-də olardı yəqin ki. Buradan su turbası ilə su çəkmişdilər rayondakı xəstəxanaya. Yəni ki, bundan istifadə edirlər. Çox güman ki, müalicə üçün ola bilsin ki, istifadə edirlər. Belə suları adətən, bu mineral suları adətən çox içməkdə məsləhət görülmür.
İndi baxır tərkibinə də elə sular var ki, olar, elə sular var ki, olmaz. Məsələn, kükürtlü sular var, onu çox içmək olmaz. Problem yarada bilər böyrəkdə və başqa orqanlarda. Amma elə sular da var ki, onlardan istifadə eləmək olar. İndi bunu bilmirəm. Mən prosta sadəcə fikirləşirəm ki, yəqin ki, çox da içmək olmaz. Amma çox faydalı bir sudur deyilənə görə. Və bir də ki, ümumiyyətlə dəri xəstəliyi olanlar gəlib bu suda ya yuyunardılar, ya aparıb içərdilər. Faydası da olurdu. Və belə. Yəni, Allahın gözəl bir nemətidir də. Buradakı bu qayada xüsusi gözəllik verir də buna. Nə var? Ay maşallah. Dağlara bax. Necə əzəmətlidir. Bu tərəfdə isə. İndi bu sağ tərəfdə Süsən dağıdır. Deməli bu tərəfdə də dönəndə burada Əskülüm dağının ətəkləridir. Əskülüm dağının ətəkləridir. Bu Əskülüm dağının da lap yüksək hissəsində, yəni hündür lap o yuxarısında deyilənə görə orada bir qala var. Belə gözəl Zəngilan.